İnternetdən pul qazanmaq üçün fərqli yollar var. Freelance işlər, Fiverr, Upwork kimi saytlarda əgər tərcümə, veb-sayt yığma, dizayn, animasiya kimi bir bacarığınız varsa, bunu pula çevirə bilərsən. Bacarığınız olduğu sahə üzrə onlayn işlər görərək gəlir əldə edə bilərsiniz. 2. Mikro tapşırıqlar. Bunlar çox xırda işlərdir. Hansısa saytda qeydiyyatdan keçmək, sosial şəbəkədə kimisə izləmək, proqram yükləmək. Qazanc az olur, amma yığdıqca artır. 3. Faucet saytları. Müəyyən vaxtdan bir daxil olub, çox kiçik pullar qazanırsan. Çoxlu cansıxıcı reklam olur və gəlir çox cüzi. Amma deyirlər ki, dama-dama göl olar. Yəni, kiçik məbləğlər sonda böyük bir şeyə çevrilə bilər və ya düşə də bilər, unutma. 4. Birja kampaniyaları. Bəzi birjalar yeni müştəri cəlb etmək üçün pul mükafatları verir. Şərtləri biraz böyük ola bilir. Hesabı təsdiqlə, müəyyən həcmdə əməliyyat et, məsələn $100 və s. 5. Anketlərlə qazanc. Şirkətlər yeni məhsul çıxarmazdan əvvəl bazarın nə istədiyini öyrənmək üçün sorğular keçirirlər. Bu sorğular bəzən uzun çəksə də, ödənişləri digər kiçik işlərə baxanda daha səmərəlidir. Təəssüf ki, böyük beynəlxalq anket saytlarının əksəriyyəti Azərbaycan üçün imkanları məhdudlaşdırır. Çünki oradakı şirkətlər çox güman bizim bazara məhsul buraxmağı düşünmür. Mən ilk $1 qazanmaq üçün məhz anket saytlarını istifadə edəcəm. Və yerli anket saytı olan Fikrim.az-da qeydiyyatdan keçdim. İlk girdiyimdə mənə profil anketlərində 5 sorğuya görə 2 manat 25 qəpik hədiyyə verdi. Minimum pul çıxarmaq limiti 10 manat idi. Gündəlik 1-2 anket gəldiyi üçün bu limitə çatmaq uzun çəkəcəkdi. Referal üçün 1 manat 30 qəpik verdiklərini gördüm. 6 dostumu dəvət etməklə asanlıqla 10 manat limitinə 2 günə çatdım. Amma yalnız kontur şəklində və 14 gün ərzində ödənilirdi. Mən isə çıxarış vurdum və gözlədim. Pul gəldi. Amma mənim Azerseldə borcum olduğu üçün 10 manatdan cəmi 2 manat 50 qəpik qaldı. Mən də 2 manatlıq konturu dostuma $1 satıb, ödənişi ondan kripto şəklində aldım. Beləcə MXC hesabımda ilk $1 oldu.